Qumarda böyük məbləğ uduzanlar hansı hissləri keçirirlər bilirsiniz? Bu sadəcə maddi itkinin yaratdığı bir kədər deyil. Bu insanın varlığını sarsıdan, onu dərin bir uçuruma atan emosional bir fırtınadır və mərhələli şəkildə baş verir. İndi isə onun yaşadığı emosional vəziyyəti mərhələ-mərhələ izah edəcəm. Qumar asılısı böyük məbləğdə pul uduzanda çox güclü şok yaşayır. O ekranda və ya oyun masasında nəticəni görsə də beyni bunu qəbul etmir və reallığı inkar edir. Yox, bu mümkün deyil. Burada nəsə səhv var. Mənim pulum bata bilməz. O anda onun beyni donur, zaman dayanır, ətrafdakı səsləri eşitmir və gözləri heç nə görmür. Ürək döyüntüləri artır, əlləri titrəyir, bədənini hiss etmir. Beynində adrenalin və kortizol ifrazı artır, sanki dünyanın ən böyük təhlükəsi ilə üzləşib. Uduzmağa normal görünür. O sadəcə gözləyir ki, nəsə dəyişsin. Bəlkə o düz başa düşməyib, bəlkə hər şey geriyə qayıdacaq. Şok mərhələsindən sonra panika və narahatlıq başlayır. O indi tam olaraq anlayır ki, hər şey həqiqətdir. O kalan pul itirib. Bu pulu necə geri qaytaracam? İndi evə necə gedəcəm? Bunu heç kimə deyə bilmərəm. Panik düşüncələrə qapılır, döyüş və ya qaç reaksiyası işə düşür. Dərhal bir çıxış yolu tapmaq istəyir. Çünki reallıq ağrılıdır və dözə bilmir. Tərləmə artır, qarında və ya sinədə ağırlıq hiss olunur, bədəni titrəməyə başlayır. Beyin təcili bir çıxış yolu tapmaq üçün sürətlə işləməyə başlayır. O çırpınır və vəziyyətdən çıxmağa yol axtarır, ancaq çarə görünmür. Panika mərhələsindən sonra peşmanlıq və özünü günahlandırma başlayır. Bu an özünü məhv etmiş biri kimi hiss edir. Mən necə axmaq oldum? Axı mən sistemin necə işlədiyini bilirdim. Nahaq dayanmadım. Bu pulu başqa şeyə xərcləyə bilərdim. Həyatımı məhv elədim. Bu mərhələdə insan daxili təzyiqin pik nöqtəsinə çatır. Özünü maddi və mənəvi cəhətdən məhv olmuş kimi hiss edir. Onun artıq gözündə gələcəyi yoxdur. Beyni psixoloji ağrını yüngülləşdirmək üçün çıxış yolları axtarır. Bu nöqtədə qumar asılısının iki seçimi var. 1. Mən uduzmuşam və dayanmalıyam. 2. Mən bunu düzəltməliyəm və pulu geri qaytarmalıyam. Zehin ikinci seçimi daha asan yol kimi görür və məhz burada qisas mexanizmi işə düşür. Qisas hissi isə növbəti dəfə qalib gəlmə inatkarlığına səbəb olur. Şuuraltı bu ağrını aradan qaldırmaq üçün həll yol axtarmağa davam edir. Çünki məğlubiyyəti qəbul etmək insanın egosunu və şəxsiyyətini zədələyir. Mən sistemi başa düşmüşəm. Bu sadəcə təsadüfdür. Bu dəfə məni aldatdılar, amma cavablarını verəcəm. İtirdiyim hər şeyi geri qaytaracam. Qumar asılısı rasional düşünmür, o sistemə qarşı müharibəyə başlayır. Qumar indi onun düşməninə çevrilib və o qalib gəlmək üçün yenidən oyuna girməlidir. O artıq udumaqdan çox uduzmağın ağrısını unutmaq üçün özünü gələcək qalibiyyətə köklüyür. Burada yeni mərhələ başlayır. O artıq emosional fırtınanın içindədir və impulsiv qərarlar verir. O mərzin məbləğini artırmağa başlayır və düşünür ki, bütün uduzduqlarını geri qaytaracaq. Ancaq artıq öz pulları ilə deyil, borc pulları ilə oynayır. Ailəsindən, dostlarından, bankdan borc almağa və sata biləcəyi hər şeyi satmağa başlayır. Lakin reallıq dəyişmir, o qumarı məğlub edə bilmir, sadəcə daha dərin batır. Bu sistem hər dəfə eyni şəkildə işləyir. Unutmayın ki, həqiqi qələbə qumarı məğlub etmək deyil, məğlubiyyəti qəbul edib dayanmaqdır. Fikirləriniz çox maraqlıdır.